3 il öncə Xətai rayonunda bir dost daha sizə yaxın oldu. 28 dekabr 2022-ci ildə Prezident İlham Əliyevin iştirakı ilə 5 saylı Bakı Dost Mərkəzi fəaliyyətə başlayıb. Xətai rayonunda yerləşən 5 saylı Bakı Dost Mərkəzi gün ərzində 300 nəfərə qədər vətəndaşa bir pəncərədən 160 növ xidmət göstərir. Bu xidmətlərə məşğulluq, pensiya, sosial müavinət və təqaüdlər, əlillik, tibbi sosial ekspertiza və reabilitasiya, sosial sığorta və əmək münasibətləri daxildir. Dost mərkəzlərində 7 ildir ki, sosial agent işləyən Gülşah Əskərova vətəndaşların məşğulluqla bağlı suallarını cavablayır. İş axtarışında olan müraciətçilərə köməklik göstərir. Mən 5 saylı Bakı Dost Mərkəzinin əmək və məşğulluq məsələləri üzrə sosial agentiyəm. Bizim işimiz əsasən iş axtarışı ilə bağlı olsun, digər aktiv məşğulluq tədbirləri olsun, bu məsələ ilə bağlı müraciət edən vətəndaşları qəbul etməkdir. Biz hansı ki, vətəndaşlar tutan ki, əlavə peşə hazırlığı istəyirsə, yeni peşə öyrənmək istəyirsə, onları ixtisaslarla ilk öncə peşə hazırlığı ixtisaslarla tanış edirik, onları seçim etmələrində dəstək oluruq, kömək edirik və vətəndaşın istəyinə əsasən onların müraciətini qəbul edirik. Mərkəzdə sizi könüllü dostlarınız gözləyir. Xidmət alacağınız pəncərəyə sizi onlar yönəldəcək. Salamlaşın. Dosta könüllü olmaq həm təcrübə ilə yanaşı bizə iş həyatına atılmaq üçün yaxşı bir fürsətdir. Yəni mən düşünürəm ki, dost könüllüsü olmaq bir avantajdır. Xidmət keyfiyyəti ilə bağlı gəlin sizə onlar danışsın. Sosial təminat məsələləri ilə bağlı mərkəzimizə müraciət edən vətəndaşlar. Mən birinci qrup əlil qız uşağı balam var. Həm Down sindrom xəstəsidir, həm də evdə təhsil alır dövlətimiz tərəfindən. Dövlətimizin Allah canını sağ eləsin, verdiyi sərəncamın əsasında mən də gəldim bura məlumatlanım. Yenə də prezidentimizə təşəkkürümü bildirirəm. Xidmət super, qəşəngdir, çox sağ olun, qəşəng insanlarla rəftar edirlər. Çox sağ olun. 5 saylı Bakı Dost Mərkəzi 3 illik xidmət ərzində 190 minə yaxın vətəndaşa sosial təminat məsələləri ilə bağlı xidmət göstərib. O cümlədən 70 minə yaxın vətəndaşa isə yardımçı xidmət göstərilib. Prezidentin iştirakı ilə açılış olmuşdur. Ötən 3 il müddət ərzində 160 xidmət növü üzrə 192 mindən artıq vətəndaşa xidmət göstərilmişdir. Bu xidmətlərin məmnunluq səviyyəsi 98%-in üzərində təşkil edir. Bundan sonra da məqsədimiz məmnunluq səviyyəsini qoruyub saxlamaq, vətəndaşlarımıza daha da keyfiyyətli xidmət aparılmasından ibarətdir. Sizə ən yaxın mərkəzdən, qeydiyyat məhdudiyyəti olmadan bir pəncərədən sosial təminat xidmətləri göstəririk. Xətai rayonunda da dostunuz var.